Ağdamda sirkə turşusundan zəhərlənən gənc qız Bakıya göndərilib. Hadisə rayonun Əfətli kəndində qeydə alınıb. Kənd sakini 2008-ci il təvəllüdlü Aytaç Hüseynova gecə saatlarında su əvəzinə bilməyərəkdən sirkə turşusu içib. Yaxınları tərəfindən dərhal Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılan gənc qıza ilkin tibbi yardım göstərilib. Həkimlərin qərarına əsasən müalicəsinin davam etdirilməsi üçün o, paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrindən birinə təxliyə olunub. Faktla bağlı araşdırma aparılır. Mingəçevir su anbarında daha bir bədbəxt hadisə baş verib. 24 yaşlı Rəşad Çərkəzli Mingəçevir su anbarında yerləşən çimərlikdə boğularaq dünyasını dəyişib. Xatırladaq ki, 3 gün əvvəl də Mingəçevir su anbarında bədbəxt hadisə baş vermişdi. Goranboy sakini 24 yaşlı Şəhriyar Mustafayev su anbarında çimərkən boğularaq həyatını itirmişdi. Xaçmaz rayonu Ağyazı Buduq kənd ərazisində su hovuzuna içərisində bir nəfərin olduğu avtomobil düşüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıcıları cəlb olunublar. Dalğıcılar tərəfindən qaldırıcı kranın köməyi ilə avtomobil və içərisində olan 1957-ci il təvəllüdlü Rafiq Paşaoğlu Kərimovun cəsədi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Səbail rayonunda yerləşən dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin Bakı bulvarı dalğıc axtarış qrupu cəlb edilib. Dalğıcılar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1961-ci il təvəllüdlü Hacıyev İlqar Qəzənfəroğlu Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidmətinin əməkdaşının iştirakı ilə xilas edilib. Tovuzda yanğın hadisəsi baş verib, xəsarət alanlar var. Hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb. Məlumata görə kənd sakininə məxsus fərdi yaşayış evində qəfil yanğın başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. İlkin məlumata görə yanğın zamanı 2 nəfər xəsarət alıb. Hadisə yerinə polis və aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində təxirə salınmaz tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır. Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bıçaqlanma olub. Tibbi ərazi bölmələrini idarə etmə birliyindən bildirilib ki, ötən gün saat 23:50 radələrində 2004-cü il təvəllüdlü şəxs Sabunçu Tibb Mərkəzinin təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Döş qəfəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu ilə təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır, stabil qiymətləndirilir. Məlumatda qeyd olunub. Teleqrafın məlumatına görə hadisə Maşdağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Hüseynov Şamil Amiloğlu tanışı ilə dava zamanı bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyəsinə bir bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Əli Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı rayon polis idarəsində araşdırmalar aparılır.